Paytaxt Bakımızdan, bölgələrimizdən və dünyadan bizi izləyənlər sabahınız xeyir olsun. Azərbaycan televiziyasında Tele Səhəri izləyirsiniz. Yenə də 3 saatlıq efirlə sizin qarşınızdayıq. Günün əsas mövzuları var. Komandamızın araşdırdığı sizə faydalı olan mövzular var ki, elə 3 saat boyunca mən Təranə və əziz həmkarım Şaiq sizə təqdim edəcək. Mən əziz həmkarımı da salamlayıram. Şaiq, sabahın xeyir olsun. Sabahın xeyir olsun Təranə. Dəyərli izləyicilər, gününüz aydın olsun. Bəli, Tele Səhərin canlı yayımındayıq. 3 saatlıq proqram. Proqram özdə dolu bir proqram olacaq və bugünün əsas mövzuları olacaq və ölkədə, dünyada baş verən ən son xəbərlər və gedən proseslər haqqında da bu sabah sizi məlumatlandırmağa çalışacağıq. Mövzularımıza gəlincə isə bu artıq bir ənənə halını alıb. Öncə anonslarımızı təqdim edək. Tamaşaçılarımız da 3 saat ərzində nə izləyəcəyini görsün. İstedadlı gənclərdən danışacağıq. Gənclərə xüsusilə AzTV-nin efirində hər zaman yer var, hər cürə şərait var. Və bugün istedadlı gənclərimiz kifayət qədər çoxdur və sosial medianın inkişaf etməsi də bugün o gənclərin daha da qabarıq şəkildə özünü təqdim etməsi üçün bir platforma halını alıb. Digər təqdim edəcəyimiz mövzu avtomobilə düzgün qulluqdan danışacağıq. Onu necə yumaq lazımdır. Sadə bir proses kimi görünə bilər sizə. Bugün təzə bir avtomobiliniz varsa onu necə qorumalısınız? Bazar dəyərini itirməməsi üçün, rənginin solmaması üçün hər halda düzgün yuma qaydasından da danışacağıq dostlar. Eyni zamanda duz zavodundan da reportajımız olacaq. Çox maraqlı görüntülərimiz var. İstehsal prosesi hər zaman maraqlı olub. Fikirləşirik ki, hər zaman süfrəmizdə olan duz görəsən harda və necə istehsal olunur? Bu proses də sizə elə Tele Səhərdə bir reportajda təqdim olunacaq. Bəli, eyni zamanda bank kartlarından hər kəs istifadə edir. Bank kartdan karta pul köçürərkən problem yaşana bilir. Bəzən bir rəqəm səhv olduğu halda əlbəttə ki, yanlış ünvana həmin o məbləğ göndərilə də bilir. O pulu sonra geri qaytarmaq necə olur görəsən, o nə maraqlıdır. etmək lazımdır? Bəli, bunu da araşdırmışıq hörmətli tamaşaçılar. Eyni zamanda ənənəvi rubrikalarımız da var ki, bugün də sizə təqdim edəcəyik. Elə hazırda da təqdimə keçid edək. Ölkəmizdə və dünyada baş verən hadisələri izlədikdən dərhal sonra studiyamızda yenidən görüşəcəyik. Azərbaycanın ilk xalq şairi, akademik Səməd Vurğun Qazax müəllimlər seminariyasını və Moskva Universitetinin ədəbiyyat fakültəsini bitirib. İlk şeirlərini seminariyada oxuduğu illərdə yazıb. Şeirlərinə mahnılar bəstələnib. Komsomol poeması, Talıstan, Muğan, Aygün ən məşhur poemaları, Vaqif, Fərhad və Şirin insan ən çox sevilən dramlarıdır. Poemalarının motivləri əsasında 7 oğul istərəm və Aygün filmləri çəkilib. Puşkinin Yevgeniy Onegin, Rustavelinin Pələng dərisi geymiş pəhləvan, Gorkinin Qız və Ölüm, Nizaminin Leyli və Məcnun poemalarını Azərbaycan dilinə tərcümə edib. Xalq artisti, rejissor Soltan Dadaşov 1906-cı il mayın 27-sində Bakıda doğulub. Opera və balet teatrında 38 illik rejissorluğu dövründə Üzeyir Hacıbəylinin O olmasın, bu olsun, Arşın Malalan, Leyli və Məcnun, Cəbhə və Vətən, Əsli və Kərəm, Müslüm Maqamayevin Nərgiz, Şah İsmail, eləcə də Avropa klassik bəstəkarlarının əsərlərinə quruluş verib. 1934-cü ildən pedaqoji fəaliyyətlə də məşğul olan Soltan Dadaşov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq şairi, nasir, publisist Söhrab Tahir 1926-cı il mayın 27-sində İranın Astara şəhərində sənətkar ailəsində doğulub. Bakı Tibb Məktəbində stomatoloq və felçerlik ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə Azərbaycan qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, Səhər ədəbi tarixi jurnalında baş redaktor müavini, Azərbaycan jurnalında redaktor kimi çalışıb. Söhrab Tahir 19 roman, 50-dən artıq poema, yüzlərlə şeirin, o cümlədən 70 min misradan ibarət olan monumental Ata poemasının müəllifidir. İtalyan bəstəkar bütün dövrlərin ən mahir skripka ifaçılarından biri Niccolo Paganini'nin xatirə günüdür. O 1782-ci il oktyabrın 27-sində Genuyada doğulub. Skripkada ifa etməyi atasından öyrənib. Çox kiçik yaşlarından əsərlər yazmağa başlayır. Artıq 8 yaşındaykən yaxınlarını skripka sanatası ilə sevindirməyi bacarır. Paganini'nin səhhəti çox zəif olub. O tez-tez xəstələnib. Konsert karyerasını bitirdikdən sonra vaxtını bəstələri və skripkada istifadə etdiyi metodların nəşrinə həsr edib.
Efirimiz davam edir, hörmətli tamaşaçılar. Artıq may ayı yekunlaşır. İyun ayı gəlir və astroloqlar elə iyun ayında daha şanslı olacaq bürclərin siyahısını açıqlayıb. Xüsusilə yeni iş imkanları, xaricə səyahət, maddi baxımından daha irəlidə olmaq. Bax, bu yöndə həmin bürclər daha irəlidə olacaq, daha şanslı olacaqlar. Xərçənglərdir, əkizlərdir, oxatanlardır, şaiq və buğalar. İyun ayında daha şanslı İyun olacaqlar. ayında daha şanslı olacaq. Hansı anlamdadır bu görəsən? Biznes Həm istiqaməti iş yoxsa? imkanları, həm maddi baxımından daha yaxşı olacaq maddi vəziyyətləri və eyni zamanda Ya xaricə maaşın səyahət qalxacaq etmək üçün yəqin ki. uğurlu bir zamandır. Ya maaşımı qaldıracaqlar, ya da vəzifəmi. İkisindən biri olar. Və Belə inşallah. olsa bir hədiyyə alaram sənə. Və dostlar, ümumiyyətlə, şanslı insanlar çoxdur. Şans bəzən bir insanın öz əlindədir. Özün üçün şansı yaratmalısan hardasa. Müəyyən mənada bürclərlə bağlı çox belə isti deyiləm, açıq yəni. Mən bu mövzunu çox araşdıran biri deyiləm, amma kifayət qədər bunu ciddiyə alıb, sırf münasibətləri buna kökləyənlər, iş həyatında, bəlkə də bunu düşünüb uğur qazananlar da kifayət qədər çoxdur. Ona görə biz də elə bürclər rubrikasında proqnozlara nəzər salacağıq. Astroloqlar görəsən nələr vəd edir? Qoç, liderlik qabiliyyətləriniz ön plana çıxacaq və ətrafınızdakiləri motivasiya edəcəksiniz. Ancaq tələsik qərarlardan çəkinin və səbirli davranın. Romantik münasibətlərdə anlayış göstərmək vacibdir. Buğa, maddi məsələlərdə diqqətli olmalı və xərclərinizi nəzarətdə saxlamalısınız. Ailə və ev həyatında harmoniyanı qorumaq üçün səmimi ünsiyyətə önəm verin. İş yerində əməkdaşlıq və komanda işinə fokuslanmaq uğur gətirəcək. Əkizlər, ünsiyyət bacarıqlarınız sayəsində yeni faydalı əlaqələr quracaq və mövcud münasibətləri gücləndirəcəksiniz. Yaradıcı fikirləriniz iş həyatında diqqət çəkəcək. Xərçəng, riskli investisiyalardan çəkinin və qənaətə yönəlin. Sağlamlıq baxımından stresi azaltmaq üçün meditasiya və ya yoga ilə məşğul olmaq fayda verəcək. Axşam saatlarında gəzintiyə çıxın. Şir, sosial həyatınızın canlandığı bir gündür. Dostlarınızla vaxt keçirməkdən zövq alacaqsınız. İş həyatında yaradıcılığınız və özünə inamınız sayəsində yeni fürsətlər əldə edə bilərsiniz. Qız, detallara verdiyiniz önəm sayəsində işdə müvəffəqiyyət əldə edəcəksiniz. Realist hədəflər müəyyən edin. Qısa səyahətlər və ya təhsil imkanları gündəmə gələ bilər. Tərəzi, bugün yeni insanlarla tanış olmaq və sosial çevrənizi genişləndirmək üçün əlverişlidir. Əməkdaşlıq və diplomatiya qabiliyyətləriniz sayəsində iş həyatında müsbət nəticələr əldə edəcəksiniz. Əqrəb, gizli qalan məsələləri ortaya çıxarmaq və problemləri həll etmək üçün cəsarət göstərəcəksiniz. Maliyyə baxımından ortaq investisiyalar və ya miras mövzuları gündəmə gələ bilər. Oxatan, macəra ruhunuzun yüksəldiyi bir gündür. Yeni təcrübələrə açıq olacaqsınız. Qarşıda uzaq səyahətlər və ya fərqli mədəniyyətlərlə tanışlıq perspektivi var. Oğlaq, karyera və uzun müddət hədəflərinizə fokuslanmaq üçün əlverişli gündür. Planlı və intizamlı yanaşmanız sayəsində müvəffəqiyyət əldə edəcəksiniz. Dolça, yenilikçi fikirləriniz və orijinal yanaşmalarınız sayəsində sosial çevrənizdə diqqət çəkəcəksiniz. Qrup layihələri və komanda işlərində liderlik qabiliyyətlərinizi göstərmək zamanıdır. Balıqlar, yaradıcılıq qabiliyyətləriniz artacaq, sənət və musiqi sayəsində uğur qazana bilərsiniz. Münasibətlərinizdə anlayış və şəfqət göstərmək vacibdir. Davam edir efirimiz, hörmətli tamaşaçılar. Bir məlumatı diqqətinizə çatdıraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkum olunmuş şəxslərin, bir sıra şəxslərin əfv olunması ilə bağlı sərəncam imzalayıb. Əfv sərəncamı 200-dən çox şəxsə şamil olunub. Elə bu da onu qeyd edək ki, Azərbaycanın humanist və insanpərvər siyasətinin bir nəticəsidir əlbəttə. Və dünyanın ən ağır və ən dəhşətli cəzalarından biri azadlıqdan məhrum etmədir və bu insanlar əlbət ki, bir gün bir cinayət edirsənsə, bir səhv edirsənsə, bunun cəzası mütləq olmalıdır. Hələ ki, hüquqi bir dövlətdə yaşayırsansa, məsuliyyət də fərdidir və hər kəs öz məsuliyyətini dərk etməlidir. İndi bu insanların da arasında səhv eləyənlər olub, müəyyən mənada qaydaları, qanunları pozanlar olduğu üçün zamanında azadlıqdan məhrum ediliblər. Amma bugün onların əfv olunması həqiqətən də bu böyük bir humanist bir addımdır və əməkdaşlarımız müxtəlif ərazilərdən
görüntülər çəkiblər, onlarla həm söhbət olublar. Yəqin ki, sözlərlə bəzən ifadə oluna bilməyən hisslər var ki, məhz o hisslər də mikrofonumuza beləcə ifadə olunur. Mən istərdim elə bu reportajı tamaşaçılarımıza təqdim edək. Bu dəmir qapı illərlə bir çox insan üçün azadlıqla arasındakı sərhəd olub. Lakin bugün imzalanan əf sərəncamı 100-dən çox insan üçün qapını açır. Bu sərəncam Azərbaycanın humanist və insanpərvər siyasətinin növbəti bariz nümunəsidir. Ümumilikdə 220 nəfəri əhatə edir və müxtəlif cəza növlərinə məhkum olunan şəxslərin cəzadan tam və ya qismən azad olunmasını nəzərdə tutur. Sərəncam 28 may müstəqillik günümüzə təsadüf edir. Mən düşünürəm ki, bu da Azərbaycan Konstitusiyasının öz humanist dəyərlərindən irəli gələn prinsiplərin icrası deməkdir. Hər şeydən öncə əf fərmanları cəmiyyətdə xüsusi bir ovqat yaradır. Çünki nəticə etibarilə cəmiyyətin bir hissəsinə bu sərəncamlar sevinç bəxş edir. Bu təkcə azadlığa çıxmaq deyil, həm də ümidin, bağışlanmanın və yenidən başlama fürsətinin sevincidir. Bu an bir insanın həyatında dönüş nöqtəsi, illərlə həsrətini çəkdiyi azadlığın gerçəyə çevrildiyi məqamdır. 4 ildir içəridəyəm. 1 il 5 ayım qalıb, onu da əfv elədilər. Sağ olsun cənab prezidentimizi. Buradan mən təşəkkürümü bildirirəm. 4 ildə evladlarımı görmürəm. Çox darıxmışam. Gün evladlarıma qovuşacağam. Çox sağ olun. Saniyə və saniyə gözləyirdik prezidentin əf fərmanı. Nə vaxt bu olunacaq, şamil, neçə nəfərə şamil olunacaq, hamısını gözləyirdik, səbirsizlik. Bugün mənə elə gəlir, bütün evlərdə bayramdır, tək bizdə yox. Mən belə başa düşürəm, yəni bu sərəncamı gözləyən ailələrin hamısında bayramdır. 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. 175 təkcə şəxs sayı deyil, həm də onların yolunu gözləyən yüzlərlə insan deməkdir. Gözəl prezidentimiz də yaxşı iştirak elədiyinə görə, özünü yaxşı apardığına görə 8 ay qalıb buraxdılar, aparıram evimə. Sevincli anlar məntəqə tipli cəza çəkmə müəssisələrində də yaşandı. 7 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində 29 nəfərdən 27-si azadlığa qovuşdu. 2 nəfərin cəzası yarıyadək endirildi. 2 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində isə əf 17 nəfərə şamil edildi. 7 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində, bu tipli cəza çəkmə müəssisələrində 5 ilə qədər və ehtiyatsızlıqdan cəza alan məhkumlar məhz qalırlar. Yanımızda elə əf sərəncamına düşən məhkumlardan biri var. İndi azadlıqda da özünüzü təqdim eləyin. Nə qədər vaxt cəza çəkirdiniz və nə qədərə? Mən Natiq Bayramov 4 il müddətinə cəza almışdım. Yəni onun 3 ilini çəkəndən sonra sağ olsun möhtərəm prezidentimiz bizə əf fərmanı verdi. Bugün bizim sevincli günümüzdür. Biz şad olduq ki, bizə əf fərmanı verilib. Prezidentimizə təşəkkür eləyirik. Bugünkü gündə bu tutaqları, məhkumları yaddan çıxartmayıbdılar. Çox sağ olsunlar. Təşəkkür eləyirik. Bizim cəzamızın qalan hissəsini bağışladıqları üçün. Avtomobildə olan nasazlıq səbəbilə avtoqəza törətdim. Bir daha olmamağını diləyirəm. Cənab prezidentimizin bu göstərdiyi addımı bizə ikinci bir şansdır, dəyərləndirəcəyik. Əf sərəncamının həyatına işıq saldığı şəxslər arasında 17 əcnəbi də var. 2 il 7 ay 25 gün qalıb mən af verdi möhtərəm cənab İlham Əliyev. Mən çox minnətdaram. Yaşasın Azərbaycan, yaşasın Qarabağ, Qarabağ Azərbaycandır. Əf sərəncamının şamil edildiyi 220 nəfərdən 20-si isə probasiya qeydiyyatında olan şəxslərdir. Bugün Bakı şəhər probasiya idarəsində əf sərəncamı tətbiq olundu. Bakı şəhər üzrə 4 nəfərə tətbiq olundu. Onlardan biri azadlıq məhdudlaşdırması cəzası azaldıldı. Digər cərimə, islah işləri cəzalarıdır. Öz adımdan, ailəm adından cənab prezidentə öz təşəkkürümü bildirirəm ki, bugün əffə düşmüşəm. Xüsusilə vurğulamaq lazımdır ki, əf sərəncamının icrasının ardınca həmin şəxslərin cəmiyyətə uyğunlaşması üçün müştərək iş aparılacaq. Biz onların cəzasını müddətinin bitdikdən sonra onların cəmiyyətə adaptasiyasında dəstək göstərməyi hədəfləyirik. Əlavə olaraq sosial hüquqi xidmət dedikdə onların müvafiq sənədlərinin hazırlanmasında, onlara sənədlərin təqdim olunmasında və s. kimi xidmətləri əhatə edirik. Sosial, iqtisadi və digər xidmətləri də göstəririk ki, bu xidmətlər çərçivəsində də şəxsləri müvafiq qurumlara yönləndirə bilirik ki,
onların sosial həyatında olan əksinlikləri aradan qaldıra bilək və onlara sosial təminatını gücləndirə bilək. Əf sərəncamı ailələrə sevinç gətirir, sosial adaptasiyanı dəstəkləyir. Ölkə başçısının həyata keçirdiyi humanizm siyasətinin insana və onun hüquqlarına verdiyi dəyəri göstərir. Davam edirik. Onu qeyd edək ki, hazırda texnologiyanın inkişafından hər zaman biz danışırıq və texnologiya inkişaf etdikcə bizim həyatımızı da asanlaşdırır. Elə alış-veriş edərkən, kiməsə biz pul göndərmək istəyərkən sadəcə bir toxunuşla bunu reallaşdıra bilirik. Bank kartlarından əlbəttə hər birimiz istifadə edirik, amma yalnız bircə rəqəmin səhv olduğu halda biz həmin o maliyyəni, həmin o maddi köçürmək istədiyimiz pulu yanlış ünvana da göndərə bilirik. Və son vaxtlarda özü də bu pul köçürmələri ilə bağlı, kart mövzuları ilə bağlı narazılıqlar həddən artıq çoxdur. O deyir kartımdan pul oğurlandı, bu deyir bir rəqəmi səhv yazdım, başqa bir istiqamətə getdi məbləğ. O məbləği geri qaytarmaq bilmirəm necə olur, necə reallaşır. Yəni qanunla necə tənzimlənməlidir bu? Durduğun yerdə kartına pul gəlir. Hər kəs də humanist deyil axı. Zəng eləsin və yaxud axtarsınlar, tapsınlar, desin ki, qardaş sən pulun mənə yanlış gəlib. Gəl bu pulu qaytarım sənin özünə. Yəni bu el arasında haramzada deyirlər də. Belə insanlar da var, təəssüflər olsun. Bu vəziyyətə düşməmək üçün və yaxud da düşdükdə çıxmaq üçün nə etmək lazımdır, necə davranmaq lazımdır, kimə müraciət etmək lazımdır? Sıradakı sujetimiz elə sırf bununla bağlıdır. Son dövrlər Azərbaycanda vətəndaşlar arasında kartdan karta köçürmələrlə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə bir rəqəmin səhv daxil edilməsi nəticəsində pulun səhv şəxsə göndərilməsi halları geniş yayılıb. Belə vəziyyətlə qarşılaşan vətəndaşlar bir çox halda nə etməli olduğunu bilmir. Bəzi hallarda bu ərizə formasında olur. Yəni banka yaxınlaşırıq, bank ərizə forması təqdim edir bizə və orada əməliyyatın tarixi, məbləği, valyutası haqqında ətraflı məlumat banka təqdim edirik. Şəxsin özünün razılığı olmadan onun kart hesablarından vəsaitin çəkilməsi qeyri-mümkün olduğuna görə bank həmin şəxsə vəsaitin səhv köçürüldüyünü və geri qaytarılma tələbinin olduğunu bildirir. Bundan sonra vəsaitin qaytarılması aşağıdakı formada həyata keçirilir. Yəni şəxs razılıq verirsə, bank həmin səhvən köçürülmüş vəsaiti səhv köçürən şəxsə köçürür. Lakin heç də hər kəs səhv köçürülən vəsaiti qaytarmağa maraqlı olmur. Vəsaiti itən vətəndaş isə bu vəziyyətdə çaşbaş qalır. Ən son çıxış yolu kimi hüquqi prosesə müraciət etməyə məcbur olur. Pulun razılıqlı, yəni qarşılıqlı razılıq əsasında qaytarılması mümkün olmadıqda, təbii ki, bununla bağlı mülki qanunvericilik müddəa nəzərdə tutub ki, hansı ki, əsassız varlanma deyilən bir maddə var. Həmin maddə istinad eləyərək qarşı tərəf məhkəməyə müraciət eləyə bilər, əsassız varlanmaya istinad eləyərək həmin pulun geri tələb olunmasından bağlı müsbət nəticə əldə eləyə bilər. Pulu səhvən yanlışla göndərən şəxs pulu kiberdələduzluq vasitəsindən əldə eləyibsə, təbii ki, hər iki şəxs də Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə məsuliyyət daşıyır. Məhkəmə prosesində vətəndaş köçürmənin səhvən edildiyini sübut etməsi üçün özü ilə bir sıra sənədləri təqdim etməlidir. Belə ki, məsələ ilə bağlı bank yazışmaları, qəbzlər məhkəmə üçün sübut sayılır. Salatın Pirmuradova, Emin Tağıyev, Telesəhər. Davam edir, hörmətli tamaşaçılar. 9-cu Muğam televiziya müsabiqəsi davam edir və böyük bir komanda çalışır bu müsabiqənin üzərində və eyni zamanda onu da qeyd edək ki, bugün də 21:00-da Azərbaycan televiziyası və Mədəniyyət televiziyasının efirində elə Muğam müsabiqəsini, möhtəşəm Muğam ziyafətini izləyə biləcəksiniz. Və zaman-zaman biz də müsabiqədə baş verənlərlə bağlı məlumatları sizə təqdim edirik. Bu dəfə əməkdaşlarımız orada iştirakçılarla bağlı yox, iştirakçılarla birlikdə çalışan musiqiçilərdən biri haqqında məlumat hazırlayıb, ondan müsahibə alıb və xüsusilə qeyd etmək istəyirəm ki, İdris Hüseynovdan gedir söhbət. Həm Şaiqin, həm də mənim dostumdur. Əslində biz İdris haqqında çox şey deyə bilərik, amma onu deyə bilərəm ki, İdris yaxşı dostdur və musiqiyə, sənətə də böyük hörmət var. Əlbəttə ki, onun müsahibəsindən də biz bunu öyrənmiş olacağıq. Azərbaycan muğamını, Azərbaycan musiqisini layiqincə həm ölkəmizdə, həm də ölkə xaricində təmsil edən çox dəyərli sənətkarlardan, ifaçılardan da İdris. Buradan da salamlarımızı göndəririk və onun da təəssüratlarını öyrənmişik. Maraqlıdır bu müsabiqə haqqında nələr düşünür və hər halda iştirakçılar haqqında onun da xüsusi fikirləri olacaq.
Ud onun ifasında sanki tamamilə sehirli bir musiqi alətinə çevrilir. İnsanları ofsunlayan, öz sehrinə salan bu ud ifaçısı əslən Naxçıvandan olan İdris Hüseynovdur. 9-cu Muğam televiziya müsabiqəsində xüsusi rəğbət görən ifaçı musiqiçi ailəsində dünyaya göz açıb. İlk öncə mənim anam öyrədib mənə musiqini. Piyano ifa etməyi öyrədib anam mənə. Daha sonra mən atamın əlində tar alətini görəndən sonra tara daha çox həvəs göstərdim. Və beləliklə mən tar sinifinə yazıldım. Atam mənə tar öyrətdi, muğamları öyrətdi, əsərləri öyrətdi. Daha sonra musiqi kollecinə qəbul oldum. Musiqi kollecində Əkrəm Məmməlidən dərs aldım. Muğamdan Tağı müəllimdən dərs aldım. Sonra bu təhsilimi davam etdirdim. Professional şəkildə Milli Konservatoriyaya qəbul oldum. Söhbət zamanı məlum oldu ki, İdrisin udla tanışlığı bir təsadüf nəticəsində olub. Tələbə vaxtlarımızda biz ansambllarda iştirak edirdik. Orada bir qədim alətlər ansamblı var idi. Qədim alətlər ansamblında elə oldu ki, dedilər bir alətlər var, hərə bir aləti seçsin. Təsadüfən mən udu seçdim. Uda həvəs o həddə çatdı ki, tardan bir balaca uzaqlaşdım. Tar kölgədə qalmayıb, düzdür, davam edir fəaliyyət, müəllimlik fəaliyyəti davam edir, ifaçılıq da davam edir. Amma uda olan sevgi daha çox artdı məndə, çünki udun səsi mənim belə hiss edirəm ki, qəlbimə daha yaxındır. İnsan səsinə ən yaxın səslərdən biri olan udun mistik və etnik səsini 2019-cu ildən müsabiqədə təqdim edən İdris hər dəfə xüsusi alqışlarla qarşılanır. Və udda Qarabağ qazisi İdris Hüseynov. Müsabiqədə əslində çox fərqli bir anlar olur mənim üçün. Bu nədir? İştirakçılarda həyəcan ola bilər. Təbii ki, olmalıdır. Onlar yarışırlar, amma mənim üçün başqa bir həyəcan, həm də qürur verici bir hadisə yaşanır. Və bu hadisə hər efir olur. Nədir o, mən sizə deyim onu. Bizim efir başlayanda deyirlər, bugün musiqiçilərimiz müşahidə edəcək, musiqiçilərimiz tarda filan kəs, kamançada filan kəs, ən sonunda mənim adım çəkilir və udda Qarabağ qazisi İdris Hüseynov qeyd edilir. Bu mənim üçün çox qürur verici bir hissdir. İdris 44 günlük vətən müharibəsi iştirakçısıdır. Hazırda isə Asif Zeynallı adına Musiqi kollecində tar alətindən dərs deyir. Həmçinin Rəşid Behbudov adına mahnı teatrının estrada orkestrinin solistidir. Söhbət zamanı öyrəndik ki, tar kimi ud alətinin də ifa zamanı öz çətinlikləri var. Buna səbəb udun qolunda pərdələrin olmamağıdır. Çünki pərdəsiz alətdir. Tarda və yaxud gitarada, başqa alətlərdə pərdələr var. Amma ud alətində yoxdur. Burada pərdələr olmadığına görə daha çətindir. Çünki məsəl üçün re, mi. Re ilə mi arasında, məsəl üçün başqa alətlərdə re diyez, mi. 2 not var aralarında. Amma ud alətində 12 dənə, bəlkə də daha artıq not yerləşdirmək olar buralara. Muğamsevərlər İdrisin ud alətində ifasını hər həftənin 2-ci və 4-cü günləri Azərbaycan televiziyası və Mədəniyyət kanalında canlı izləyə bilərlər. Bəli, avtomobil sevənlər və avtomobilinə düzgün qulluq edən insanlar, növbəti sujetimiz sizin üçündür. Təbii ki, zaman-zaman avtomobilə düzgün qulluq qaydalarından danışırıq. Bu dəfə də avtomobilin yuyulmasından danışacağıq ki, yalnız estetik görüntü üçün deyil, təbii ki, onun detallarına belə zərər verə bilərik. Misal üçün, avtomobil uzun müddət işlək vəziyyətdədirsə, onu birbaşa avtoyumaya təslim etmək də olmaz. Bəli, burada incə detallar var, amma avtoyuyucular da çox peşəkar olmalıdır. Bugün kifayət qədər paytaxt ərazisində avtoyuma məntəqələri var və
xüsusi belə deyək də sistemə quraşdırılmış da var, özün də yuva bilərsən, amma burada şərt avtomobilə zərər verməməkdir. Onun rənginə, onun detalına, nəm üzərində olan müxtəlif xüsusi plasmasları olur. Onlara zərər verməmək üçün düzgün yuma qaydaları var ki, bunlara əməl etmək lazımdır. Bu nədən ibarətdir? Yəni, o qədər bəzən bəsit görünə bilər ki, nə olacaq yəni? Bir avtomobili yumaq nə qədər çətin bir prosesdir ki, avtoyuma məntəqələri bol, salırsan ora, vurursan təzyiqli suyu, amma elə deyil əslində. İşin incəlikləri də elə sıradakı sujetdə sizə təqdim olunacaq. Əksər sürücülərin rastlaşdığı əsas problemlərdən biri də avtomobilin rəng səthinin korlanmasıdır. Onlar bunun hansı səbəbdən olduğunu bilmir. Mütəxəssislər deyirlər ki, buna səbəb avtomobilin keyfiyyətsiz yuyulmasıdır. Avtomobilin düzgün yuyulması onun boya və digər səthlərini uzun müddət zədələnmədən qorumaq üçün vacibdir. Lakin əksər avtoyuma məntəqələrində bu prosesin düzgün həyata keçirilmədiyinin şahidi oluruq. Bəs doğru yumaq qaydaları necədir? Maşın ilk mərhələ yuyulduqdan sonra dərman vurulur, maşının palçığı tökülür. İkinci mərhələ əllə yumadır. Əllə yuyulduqdan sonra üçüncü mərhələ su qovucu vurulur, yəni vosk. Ondan sonra maşın fibra dərilərdən qurulanır. Və naporu 15-20 sant, əgər keramikalı, plyonkalı maşın olarsa biraz daha aralıdan tutmaq lazımdır. Çünki həmin o plyonkanın atma ehtimalı var. Hər yumadan sonra axar su ilə maşını yaxalasaq daha yaxşı olar. Çünki napordan çıxan tozlar maşının üstündə qalır. Rezinlərin arasında qalan suları çıxartmaq lazımdır ki, yəni onlar qalmasın orada. Maşın kurştenin altında zata palçıq qalmasın. Yəni detallı şəkildə yumaq lazımdır maşına. Mütəxəssislər deyirlər ki, əsas diqqət ediləsi məqamlardan biri də yuyucu vasitələrdir. Keyfiyyətsiz vasitələrdən istifadə avtomobilin rənginə ciddi ziyan vura bilər. Boyanın üstündəki qoruyucu mum və lak qatını silir və nəticədə boya təbii görünüşünü itirir, solur və daha tez cızılır. Avtomobillər 2 mərhələ yuyulmalıdır, fərqi yoxdur. Hansı firmanın kontaktsız yuması olsun, onlar aqressivdir, pH dəyərləri yüksəkdir. Ona görə də lakın, boyanın zədə görməsinə görə, görməməyinə görə əlbəttə ki, onlar neytrallaşdırılmalıdır. Əlbəttə ki, birinci mərhələ avtoşampunlar deyirlər ki, parıltı verir, cila effekti verir, elə bir şey olmur. Əsas parıltı verən nano şampunlardır, vosklardır, hansına ki, mum deyirlər. Şampunların qiyməti dəyişir 70-80 manatdan başlayır və 160-170 manata qədər dəyişir. Sürücülər hər zaman peşəkar iş görən avtoyuma məntəqələrinə müraciət etməlidirlər. Əgər özləri yuyacaqlarsa belə, keyfiyyətli yuyucu vasitələr almalı, mikrofiber parçalarından avtomobili qurulamalıdırlar. Ələkbər Salih, Zaur Həşimov, Telesər. Yaz, yay mövsümünün ən sevilən meyvələrindən biri də alçadır. Bizdə qış ayında da olur. Fantastik qiyməti olsa da. Bəli, xüsusilə də Naxçıvan göycəsi. Hər kəs sevir bu meyvəni. Faydaları da çoxdur yeri gəlmişkən. Amma yalnız Naxçıvanda deyil, Saatlı ərazisində də Naxçıvan göycəsi, alçanın bu növü yetişdirilirmiş. Bəli, bəli. Ümummilli liderimiz Heydər Əliyevin bundan bağlı bir görüntüsü də var. O vaxtda jurnalistlər müsahibə alanda onlara alça təklif eləyir. Dedim, o ağzını sulandı. Alçanın adı gələndə qəribə bir şey olur. İnsan doğrudan ağzı sulanmağa başlayır. Amma söhbətlə Naxçıvan göycəsindən gedirsə, bundan vaz keçmək bir qədər çətin məsələdir. Və bugün təkcə Naxçıvanın özündə yox, eyni zamanda müxtəlif rayonlarımızda da yetişdirilir. Dadı da demək olar ki, elə oxşardır. Saatlıdan biz danışacağıq. Saatlıda yeri gəlmişkən Naxçıvanın o məşhur göycəsi yetişdirilir, o alça. Həm ölkə xaricinə satışı təmin edilir, həm ölkə daxili bazarı üçün hər halda satış mümkündür və bu istiqamətdə də, yəni görülən işlərlə bağlı əməkdaşlarımız Saatlıda olublar. Həmin o alça bağlarını gəziblər, alça yığımı ilə daha yaxından tanış olublar. Gəlin izləyək. Saatlının Qaralar kəndində 6 il əvvəl salınan intensiv alça bağında artıq ikinci ildir meyvə yığılır. 14 hektar ərazini əhatə edən bağda hazırda Naxçıvan göycəsi yığılır. Milmuğan bölgəsinin iqlim şəraiti elədir ki, Naxçıvan göycəsini olduğu kimi tam dolğun, dadlı və keyfiyyətli yetişdirmək mümkündür. Ona görə də tələbat böyükdür.
həm yerli bazarda satılır, həm də xarici ölkələrə ixrac edilir. Mayın əvvəlindən yığılan meyvənin bir qismi Rusiya bazarlarına göndərilib. İndi ikinci dərim aparılır. Meyvələr ölçülərinə görə çeşidlənərək satışa çıxarılır. Bu il ağca bağında məhsuldarlıq da yaxşıdır. Belə ki, bir ağacdan təqribən 10 kiloqrama qədər məhsul dərilir. Bu da ağacın yaşına uyğun olaraq yüksək qiymətləndirilir. Keçənlər 2024-cü ildə biz burada toplamışıq 35-40 tona yaxın məhsul. İndi bu illəri gözləyirdik burada 70-80 tona. İldən burada artımımız olur. 9-10 yaş olmalı ki, burada normal biz məhsulumuzu ala bilək. Qiymətlər sahə qiymətidir. Birinci dərimiz 4 manata, 3 manata olub, 2 manata olub vaxtilə. Əvvəllər biraz qiymətlər çox düşdü. O da yağışda hava ilə qədər. Amma yağış məhsuldarlığa və meyvənin keyfiyyətinə mənfi təsir etməyib. Havaların serin gitmesi, yağışların biraz devam etmesinden dolayı kalite olarak çok iyi olmuştur. Kalibre olarak da havaların serin gitmesinden dolayı rengi tünt yeşildir. Yani rengi bozulmamıştır ve kalibre yapmışlar. Toplanıp hariciye de gidebiliyor bu şekilde. Bağda hələ meyvə çoxdur. Ona görə də bir müddət sonra üçüncü yığımda olacaq. Bəli, ədviyyatlar qədim dövrdən indiyə kimi mətbəxdə istifadə olunan müxtəlif xörəklərin, yeməklərin hazırlanmasında eyni zamanda faydası da çoxdur. Bir çox xəstəliklərin müalicəsində istifadə olunan üsullardan biridir. Biz hazırda iki faydalı ədviyyatdan danışacağıq. Sarıkök və qara zirə, eyni zamanda qara çörək otu olaraq da bilinir el arasında. Xüsusilə immun sistemi zəif olan insanlara çox faydalıdır və müxtəlif xəstəliklər var ki, onların müalicəsində də istifadə olunur. Yəni hələ qədim zamanlarda hər halda təbiblər bu ədviyyatlarla, müxtəlif üsullarla müalicə üsullarını reallaşdırıblar. Ümumiyyətlə kifayət qədər faydası var. Elə sujetdə də biz xüsusilə faydalarından danışmışıq. Bu toxum omega-3 və omega-6 yağı turşuları ilə zəngindir. Hətta deyilənlərə görə bütün xəstəliklərin dərmanıdır. Söhbət qara zirədən gedir. Digər adı ilə isə çörək otu kimi tanınan bu faydalı toxumun tarixi Misir fironların dövrünə kimi gedib çıxır. Bəs bu bitkinin faydaları nələrdən ibarətdir? Mənim praktikamda daha çox istifadə etdiyim dərman bitkilərindən birinci gəlir qara zirə. Qara zirə immun sistemi belə deyim, balanslaşdırır. Əgər immun sistem həddindən artıq zəifdirsə gücləndirir və çox güclüdürsə bəzi xəstəliklərdə immun sistem çox güclü olur və bunu normallaşdırır. Allergiyalarda gözəl təsir eləyir. Bağırsaq mikroflorası və mədə mikroflorası üçün çox gözəl bir təsiri vardır. Eyni zamanda biz qara zirənin yağını xaricə də tətbiq eləyirik. Müxtəlif dəri xəstəliklərində, saç tökülmələrdə istifadə eləyirik. Möcüzə ədviyyatlardan biri də sarı kökdür. İstifadəsi təxminən 4000 il əvvələ qədim Hindistanın Ayurveda təbabətinə gedib çıxır. Əsasən mətbəxdə yeməklərin hazırlanmasında istifadə etdiyimiz sarı kök hətta ağrı kəsici funksiya rolunu da oynayır. Sarı kök qan dövranını yaxşılaşdırır, qanı durulaşdırır və revmatizm əleyhinə gözəl təsiri var. Sümüklərdə, oynaqlarda ağrılar varsa, əzələ ağrılar varsa, bu zaman sarıkök bitkisindən biz çox geniş istifadə edirik. Qaraciyər xəstəliklərində qanda yüksəlmiş xolesterindir, triqliseriddir və sairə xolesterin sərləflərini aşağı salmaq üçün də biz yenə də sarıkökdən çoxlu istifadə edirik. Sözü gedən ədviyyatların alıcıları da kifayət qədərdir, qiymətləri isə müxtəlifdir. Sarıkök bizdə satışda aptovay olaraq 8 manatdır. Pərakəndə 10 manatdır. Üyüdülmüşün paketlənmişi kilosu olur 14 manata. Çörək otu 6 manatdır. Sarı kök deyim ki, hər zaman istifadə olunur. Ona görə ki, həm dərman kimi istifadə olur, həm də ki, yeməklərdə istifadə olur. Mütəxəssislər deyirlər ki, sarı kök həm də güclü antioksidantdır. Ona görə də onkoloji xəstəliklərin müalicəsində böyük rolu var. Bu ədviyyatlar həm də pəhriz saxlayanların gündəlik qida rasionunda da mühüm yer tutur.
Nigar Babayeva, Ələkbər Salih, Zaur Haşimov, Telesəhər. Daha bir maraqlı insanı tanıyacağıq, hörmətli tamaşaçılar. Tarixi əşyalar axtarışında olan koleksiyoner Svetlana Kazımovadan gedir söhbət. O, Xəzərin sahilində axtarışlar apararaq maraqlı əşyalar və eyni zamanda yaşı 100 illər olan tarixi əşyalar da tapıb və eyni zamanda onu da qeyd edeyim ki, bu onun həm də hobbisidir. Yəni maraqlı ki, bu zamana qədər nələr tapıb, nələr axtarıb. Mən də xüsusi marağı olan insanam. Maqnit ovçuluğu məsələn, suyun içində nə varsa, metal parçası. O qədər xoşuma gəlir ki, bu işlərlə məşğul olmaq. Bu xanımı mən dəstəkləyirəm həqiqətən. Bu bir hobbidimi, işdimi? Bəlkə bir çoxlarınızın da bu sujeti izlədikdən sonra belə bir həvəsi yarana bilər, hobbisi yarana bilər. Xüsusi detektorla qızıl da axtara bilərsiniz, müxtəlif metallar da axtara bilərsiniz. Bəlkə də sizin üçün daha uğurlu ola bilər. Sıradakı sujetdə də elə bu xanımı daha yaxından tanıyacağıq. Ən birinci tapdığım birinci Pyotrun sikkəsidir və onu tapan kimi elə həyəcan oldu. Yenə axtarmağa başladıq. 2 saatdan sonra yenə baxıram, səs gəlir. Səs gəldi, значит, düymə tapdım. O da o əsrində düyməsidir, xanımın düyməsidir. Çünki üstündə belə balaca ulduz kimi idi. Svetlana Kazımova 3 ildir ki, dağ və dəniz sahilində metal detektor vasitəsilə əşyalar taparaq kolleksiya toplayır. İxtisasca gömrükçü olan müsahibim özünü heç vaxt bu sahədə görmədiyini, daim tarixlə maraqlandığını bildirir. Elə axtarış zamanı da yaşı illərə dayanan qəpik pullar, tarixi əşyalar tapıb. Ən dəyərli Şıvılanda, dəniz qırağında biz axtarış eləyirdik. Axtarış eləyəndə tapmışam elə bir ki, dəmir kimi də balaca bir şeydir. Mən fikirləşdim ki, o dəmirdir. Gəldim evə baxıram ki, o dəmirin üstünə elə bir ki, ərəb dilində nəsə yazılıb. Fotonu çəkdim, dayıma göndərdim. Dedim ki, bu nədir? Bəlkə siz bilərsiniz. Yazılır ki, bu Şirvanşahların sikkəsidir. Muzeyə də göstərdim. Bir ay bundan qabaq mən tapmışam. O da çox maraqlı idi. Onu da elə bildiyim adi brasletdir. Bu dövrdə çox səliqəli işləyirlər də. Amma bu səliqəli iş deyil. Axtarış eləyirdim şəkillə internetdən. Osman İmperiyasının köhnə paltarın üstündən balaca hissəsi, gümüş hissəsidir. Svetlana Kazımova axtarışın mövsümü və saatı olmadığını deyir. Bu iş sevgi və səbir tələb edir. Çəkiliş müddətində müsahibim xarici valyuta olan funt sterling tapdı. Kim bu hobbi ilə məşğul olur, kim bunu başa düşür, nə deyim, bizdə ucuz yoxdur. Çürük qəpik də bizim üçün ucuz deyil, çünki bu əziyyətdir. Ən maraqlı, həm də mənim üçün xanım kimi maraqlıdır, o çar vaxtların qaşığıdır. Onun əl işi ilə eləyiblər. Mən hələ ki onu bilmirəm, onun material nədirsə, ya da qızıldır, ya da adi alüminiumdur, bilmirəm. Onun bu axtarışları həm yerlilərimizlə bərabər xarici vətəndaşların da diqqətini çəkir. Hətta o, bu hobbiyə maraq göstərənlərin sayının günbəgün artdığını deyir. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər. Bəli, az sonra çox maraqlı görüntüləri izləyəcəyik. Bu duzla bağlı olacaq ki, duz necə emal olunur və ümumiyyətlə bu proses necə həyata keçirilir. Əməkdaşlarımız həmin məkanda olublar. Masazır duz zavodundan gedir söhbət və duzun istehsal prosesini elə bizə göstərmiş, təqdim etmiş olacaqlar. Bəli, Süleyman Rüstəmin o duz çörəyi itirmə. Yəni duz o qədər bizim üçün süfrədə hər zaman bərəkətdir, vacibdir. Bəzən dedilər ki, duz çörək kəsmək, bunun anlamı da böyükdür, dərin bir mənası var. Və düşünürük ki, süfrəyə gələn bu duz, hazır formada bizim istifadə etdiyimiz, tükətdiyimiz bu duz harada istehsal olunur, necə bir istehsal prosesi keçir, o zavodların istehsal prosesi hər zaman maraq dairəmizdə olan mövzulardandır. Elə əməkdaşımız Vüsal da həmin o zavodda olub, istehsal prosesi ilə daha yaxından tanış olub, görüntüləri bərabər izləyək.
Bu sakit və səssiz göl yalnız göz oxşayan rəngi ilə deyil, həm də böyük duz ehtiyatları ilə seçilir. Bura paytaxtdan cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən Masazır gölüdür. Əvvəllər burada duz ənənəvi üsulla çıxarılırdısa, 2010-cu ildən etibarən sənaye üsulu ilə emal olunur. İstehsalın ilkin mərhələsi göldən suyun məhz bu cür kanallar vasitəsilə zavodun ərazisində olan hovuza ötürülməsi ilə başlayır. Daha sonra hovuzda həmin sular müəyyən filtrdən keçdikdən sonra artıq emal üçün zavoda ötürülür və burada növbəti mərhələ başlayır. Hovuzlarda olan su nasoslar vasitəsilə bizim evaparator aparatlarımıza nəql olunur. Həmin evaparator aparatlarında buxar verilərək vakuum altında qaynama prosesi gedir. Qaynama prosesində duz əmələ gəlir, duz bizim duz ayaqlarına çökür və nasoslar vasitəsilə sentrifuqa aparatına nəql olunur. Burada bütün istehsal prosesi avtomatlaşdırılır və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Zavodda olan qərargah otağında hər bir mərhələ izlənilir və yarana biləcək nasazlıq dərhal aradan qaldırılır. Qaynama prosesi getdikdən sonra, duz əmələ gəldiyindən sonra növbəti mərhələ sentrifuqa aparatında duzun sudan ayrılma prosesi gedir. Sentrifuqadan çıxan duzun maksimum nəmliliyi 3% olur. Həmin duz sudan ayrıldıqdan sonra helezon vasitəsilə nəql olunan zaman onun tərkibinə yod və antikeş vurulur. Burada duza müəyyən qədər yod əlavə olunur ki, bu yod çatışmazlığı probleminin aradan qaldırmaq və əhalinin sağlamlığını qorumaq üçündür. Saxlama məntəqəsindən göndərilməzdən əvvəl məhsuldan nümunələr götürülərək laboratoriyada analizlər aparılır. Duzun tərkibi, təmizliyi və digər kimyəvi göstəriciləri yoxlanılır. Uyğunluq təsdiqləndikdən sonra duz emal üçün göndərilir. Bizə hər gün göl suyundan analizlər gəlir. Bu operatorlar tərəfindən bizə gətirilir və biz hər gün onun sıxlığını, bomesini, eyni zamanda onun da kalsium, maqnezium dəyərlərini ölçürük. Aylıq olaraq isə onun monitorinqini aparırıq. İstənilən istehsal edilən məhsulun şahid nümunəsini götürərək şahid nümunə otağımızda saxlayırıq. Bu, hər hansısa bir müştəri şikayəti və s. olarsa, həm bizim tərəfimizdən yoxlanılır, yenidən analiz edilir. İstehsal prosesi bitdikdən sonra depolara toplanmış duzumuz göründüyü kimi makinalara qəbul edilir. Makinadan alınan duz göründüyü kimi tərəzidən keçərək makinaya yerləşdirilir və sonda aşağıda gördüyümüz kimi hazır məhsul istehsaldan çıxarılır. İstehsal prosesi tam avtomatlaşdırılmış bir şəkildə qablaşdırılır və depoya yönəldilir. Zavodda qeyri-qida sənayesi və texniki duzlar da istehsal edilir. Burada eyni zamanda ekstra keyfiyyətli duzdan tablet duzları istehsal olunur ki, bu da su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində və qazanxanalarda istifadə olunur. Bugün milli duzumuz hətta okeanın o biri tayında da süfrələrin əvəz olunmaz nemətinə çevrilib. Vüsal Arifsoy, Emin Tağıyev, Telesəhər. Növbəti sujetimizdə isə istedadlı gəncimizi tanıyacağıq. O, sosial şəbəkələrdə izləyicilərin rəğbətini qazanıb, söhbət Fərman Məmmədovdan gedir. Milli Konservatoriyanın da tələbəsidir eyni zamanda. Və xüsusilə qeyd etmək istəyirəm ki, hazırda istedadı, bacarığı, fərqliliyi təqdim etmək çox asandır. Sosial media var bunun üçün. Yəni, bacarığımızı düzgün seçim edərək sosial mediada da rahatlıqla təqdim edə bilərik və eyni zamanda məşhurlaşmaq da hazırki dövrdə çox asandır. Yəni, populyarlıq qazanmaq əvvəllər televiziya vasitəsilə olurdusa, bugün həqiqətən geniş bir platforma var hər kəsin qarşısında. Özünə güvənirsənsə, bir layihə icra etmək istəyirsən, bir ifaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyirsənsə, düşünürəm ki, bu platformada səsini milyonlara çatdırmaq asandır. Hər halda bizim sujetin qəhrəmanı da bu insanlardan biridir və bir çox gənclərə də məncə özünün həyat hekayəsində bir nümunə ola bilər. Sıradakı sujet də bu gənclə bağlı olacaq.
Sözləri Mikail Müşfiqə, musiqisi və ilk ifası isə Zeynəb Xanlarovaya məxsus olan Gül mənimdir mahnısı indiyədək bir çox xanəndələrin repertuarında yer alıb. Bu dəfə mahnı Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında yenidən trendə çevrildi. İkinci kursda təhsil alan Fərman Məmmədovun sosial şəbəkəsindən sürətlə yayılmağa başlayan bu ifa qısa müddət ərzində izləyicilərin rəğbətini qazandı. Biz də bu istedadlı gənci yaxından tanımaq istədik. Fərman Məmmədov Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində Alim Qasımovun tələbəsi olub. Yəni muğamın sirlərini hələ uşaqkən öyrənib. Fərman istər asudə vaxtlarında, istərsə də dərs zamanı qrup yoldaşları ilə birgə fərqli videolar çəkərək izləyicilərinə təqdim edir. 2023-cü ildən bəri videolarım trend olmağa başlayıb. Sonuncu videom isə daha da populyar oldu. TikTok platformasında 2 milyona yaxın baxış yığdı. Bununla yanaşı 4000-dən çox video çəkildi. Bu da təbii ki bir tələbə üçün böyük bir uğurdur, böyük bir nailiyyətdir. Xüsusilə məşq prosesində olur bu. Məsəl üçün dərs olmur, boşluq olur. Giririk bir sinifə, özümüz üçün oxuyuruq. Xüsusən də qəfildən çəkilən kadrlar daha çox gündəm olur. Müəllimlər də bu cür ifaların sosial mediada yayılmasını müsbət bir hal kimi dəyərləndirirlər. Hesab edirlər ki, günümüzdə xoşa gəlməz videoların heç bir statusa malik olmayanların tanınmasındansa, belə istedadları məşhurlaşdırmaq, onlara motivasiya vermək daha məqsədə uyğundur. Bu Milli Konservatoriya muğamımızın, milli musiqimizin ocağıdır. Buradan tələbələr hamısı qidalanır, hamısı gözəl dərs alırlar. Fərman da o tələbələrdən ki, demək öz üzərində işləyir. İndi o özün başqa bir yerlərə sınır, reklam eləyir. O da çox gözəl bir işdir. Reklam eləmək, reklam yaxşıdır, xalqa özünü tanıtdırmaq çox yaxşıdır. 2023-cü ildə Fərmanla bərabər digər tələbə uşaqlar var idi ki, biz elə trend olmuşduq, elə mədəniyyət kanalında da yəni çıxış şeyimiz olmuşdu. Təbii ki, uşaqların sevilməsi hər bir müəllimin bir istəyidir, bir arzusudur və bir sevincidir. İstedadlı insanları tanıtmaq əlbəttə ki, televiziya olaraq bizim də borcumuzdur. Onlara dəstək olmaq əslində mədəniyyətimizin inkişafı və təbliğinə xidmət edir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər. Efirimiz devam edir, hörmətli tamaşaçılar. Mədəniyyət aləmində baş verən yeniliklərdən agah olacağıq az sonra. Əlbəttə yaz-yay aylarıdır. Şaiq də əslində musiqiyə köklənib bu dəqiqə. Nəsə bir musiqi ifa eləmək istəyirəm, elə bir istedadım da yoxdur. Xüsusi bir istedadım. Bəli, yaz-yay aylarında festivallar olur. Bir çox mədəniyyət aləmində tədbirlər keçirilir. Rəsm festivalları, kitab festivalı, musiqi festivalı, elə onlardan da agah olmağın tam zamanıdır. Məncə də elə xəbərlərimizdə biz xüsusilə bu mövzuya yer ayıracağıq. Yay aylarında keçirilən festivallar, elə bu yaxınlarda Xarı Bülbül Festivalının növbəti açılış mərasimi də baş tutdu. Hər il ənənəvi qaydada doğma Şuşamızda Cıdır düzündə qeyd olunur bu festival. Musiqiçilərin bayramıdır və türk dilli dövlətlərdən gələn musiqiçilərin o səhnədə yer alması bu bizim üçün qürur vericidir həqiqətən. Maraqlıdır ölkədə və dünyada baş verən mədəni proseslər. Hansı yeniliklər var, nələrdən ibarətdir bu yeniliklər, elə sıradakı mədəniyyət xəbərlərimizdə məlumatınız olacaq. Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Konstitusiya və Suverenlik ilinə həsr olunan milli dövlətçilik və folklor mövzusunda elmi konfrans keçirilib. Folklor İnstitutunun dəstəyi ilə təşkil olunan konfransda mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, konfransın məqsədi dövlətin mənəvi əsaslarının gücləndirilməsində folklor resurslarından istifadə imkanlarını yenidən nəzərdən keçirmək, tədqiqatların nəticələrini dəyərləndirmək və perspektivlərlə bağlı elmi fikir mübadiləsi aparmaqdır. Folklor və dövlətçilik prinsiplərinin birgə işləməsi mexanizmi barədə danışılıb. Konfransda postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış, folklor kimliyi və milli dövlətçilik düşüncəsi kimi mövzularda məruzələr dinlənilib. Keçirilən konfrans isə
bizim folklorumuzda en qədim zamanlardan bugüne kadar devam eden folklor ənənələrimizdə dövlətçilik ənənələrinin necə əks olunduğunu, necə yaşadıldığını ve hansı seviyede değerlendirildiğini müəyyən etmək üçün əhəmiyyətli məruzələr dinləniləcək. Misirin Giza ərazisində yerləşən Böyük Misir Muzeyinə Firon Tutanxamonun məzarından artefaktlar gətirilib. Təqdim edilən 163 eksponat gənc Fironun qızıl xəzinəsinin tam ekspozisiyasının qurulması məqsədini daşıyır. Böyük Misir Muzeyinə təhvil verilən ən son artefaktlar arasında Tutanxamonun fil sümüyü, qara ağac və qızıldan bəzədilmiş mərasim stolu da var. Oturacağın arxa tərəfində bitki ilahəsi Nexbetin uzanmış qanadlarının üzərində günəş simvolu yerləşdirilib. Fironun qüdrətini simvolizə edən qızılla örtülmüş postament onun Assuriya, Liviya, Hetlər, Babillər kimi ənənəvi düşmənlərini təsvir edən 9 lövhə ilə bəzədilib. Muzeyə gətirilən artefaktlar arasında qədim Misirdə insanları mumyalayarkən daxili orqanları saxlamaq üçün istifadə edilən qablar, qızıldan və əqiqdən hazırlanmış boyunbağılar və digər zinət əşyaları da var. Böyük Misir Muzeyinin tikintisi 2002-ci ildən davam edir və açılışı ilkin olaraq 2012-ci ilə planlaşdırılmışdı. Daha sonra 2018 və 2020-ci illərdə açılacağı elan edilən muzeyin rəsmi açılış mərasimi bu ilin iyul ayına planlaşdırılır. İncəsənət ocağının hazırlanmasına 1 milyard dollar vəsait sərf edilib. Böyük Misir Muzeyinin zənginləşdirilməsi məqsədi ilə Luxor Muzeyi və Qahirədə yerləşən Milli Hərbi Muzeydən də eksponatlar gətirilir. Məhkumluq barədə arayışın verilməsi xidməti ilə bağlı qeydiyyat ünvanından asılı olmayaraq bir saylı Gəncə və bir saylı Sumqayıt Asan Xidmət Mərkəzi istisna olmaqla istənilən Asan Xidmət Mərkəzinə müraciət etmək olar. Yetkinlik yaşına çatan şəxs üçün məhkumluq barədə arayışın verilməsi xidməti ilə bağlı şəxsiyyət vəsiqəsi tələb olunur. Məhkumluq barədə arayışın verilməsi ödənişsiz olaraq həyata keçirilir və arayış dərhal verilir. Şəxsin məhkumluğu olduqda və bununla bağlı əlavə araşdırma zəvrəti yarandıqda arayış bir iş günü müddətinə hazırlanır. Bu xidmətlə bağlı notariat qaydasında təsdiq olunan etibarnamə əsasında digər şəxs də müraciət edə bilər. Bu halda müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, etibarnamə, etibar edən şəxsin şəxsiyyət vəsiqəsinin sürəti təqdim olunmalıdır. Etibarnamə onlayn qaydada təsdiq edilibsə, onun sürəti təqdim edilir, yaxud başqa ölkədən əldə olunubsa, etibarnamə müvafiq qaydada rəsmiləşdirilmiş olmalıdır, notariat qaydasında təsdiq və Azərbaycan dilinə tərcümə edilmiş şəkildə təqdim olunmalıdır. Sözün düzü rubrikası ilə davam etdiririk efirimizi. Dilin orfoqrafik, orfoepik normalarının qorunması, leksik, qrammatik mənanın qorunması olduqca vacibdir ki, müxtəlif sahələrdə bu normaların pozulması halları ilə də rastlaşmaq mümkündür. Bəs bu halları aradan necə qaldırmaq lazımdır, hansı səhvlər var və daha düzgün formada necə olmalıdır, elə sözün düzü rubrikasından da öyrənmiş oluruq. Yəni əvvəllər daha çox belə bir səhv ifadələr filan sosial mediada paylaşırdı, saytlar yazırdı, amma son vaxtlarda yəqin ki, daha həssas yanaşdıqları üçün bu mövzuya, dərslik mövzusuna bu səhvlər demək olar ki, əvvəlki kimi deyil. Amma yenə də varmı? Var. Aparılan monitorinqlərin nəticəsində müəyyən olunur ki, dərsliklərdə hansısa ifadə, hərf səhvinə ciddi şəkildə yol verilir. Və bu hansı sözlərdir, hansı ifadələrdir elə rubrikamızda biləcəksiniz. Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Sözün düzünün yeni buraxılışında sizi xoş gördük. Bu buraxılışımızda ümumtəhsil məktəblərinin Azərbaycan dili dərsliklərinin monitorinqi zamanı qeydə aldığımız nümunələrdən bir neçəsini təqdim edəcəyik. Bəllidir ki, sözlər lüğəvi mənalarına və semantik tutumlarına uyğun işlədildikdə nitqdə aydın və anlaşıqlı olur. Həm nitq mədəniyyətimizin qorunması, həm də ünsiyyətimizin təsirli alınması üçün vacib olan bu amil dərsliklərin dilində xüsusi nəzərə alınmalıdır. Təəssüf ki, bəzi dərslik mətnlərində və ya tapşırıqlarında bu cür yanlışlıqlara tez-tez rast gəlirik. Gəlin, baxaq. Orfoqrafiya lüğətindən istifadə etməklə bütün hərfləri böyük verilmiş sözləri düzgün yazın. Bu tapşırıqda orfoqrafiya lüğətinin köməyi ilə bütün hərfləri böyük verilmiş mürəkkəb adların düzgün yazılması tələb olunur.
Təqdim edilmiş cümləyə diqqət etdikdə müəyyən məntiq və ifadə uyğunsuzluğunun olduğunu müşahidə edə bilərik. Yerində işlədilməyən birləşmə tapşırığın məzmununa uyğun olmamaqla yanaşı elmi yanlışlığa da yol açıb. Belə ki, düzgün yazılış üçün əsas istinad olan orfoqrafiya lüğətində ümumiiştək sözlər kiçik hərflərlə təqdim edilir və lüğətdə mürəkkəb adların yazılışı nəzərdə tutulmur. Buna görə də mürəkkəb adların tərkibində birinci hərfi böyük yazılan sözlərin yazılışı orfoqrafiya lüğəti ilə deyil, orfoqrafiya qaydaları ilə tənzimlənməlidir. Beləliklə, tapşırığı aydın şəkildə ifadə etmək üçün cümləni aşağıdakı kimi redaktə edə bilərik. Orfoqrafiya qaydalarından istifadə etməklə bütün hərfləri böyük verilmiş sözləri düzgün yazın. Belə dəyərli tamaşaçılar, dərsliklərin dili nə qədər sadə, aydın və ifadəli olsa, şagirdlər təqdim edilmiş tapşırıqları bir o qədər asanlıqla başa düşər və müstəqil şəkildə yerinə yetirə bilərlər. Odur ki, dərsliklər hazırlanarkən mətnlərin dilinə xüsusi diqqət yetirilməsi, qarışıq və anlaşılmaz ifadələrdən qaçınılması zəruri amillərdəndir. Əziz kitab sevənlər, elə oxu rubrikası ilə davam edəcəyik və çox maraqlı bir kitab haqqında danışacağıq. Uğurlu İnsanlar Günə necə başlayır? Belə adlanır kitab. Xüsusilə günü uğurlu keçirmək, səmərəli keçirmək istəyənlər. Uğurlu İnsanlar Günə necə başlayır deyib mənə baxmağın. Bravo, sağ ol. Və əslində günümüz elə səhərdən başlayır və təbii ki, biz günü səhəri necə başlayırıqsa, elə də davam edir. Mən bu dəqiqə az əvvəl çox eşidirik Instagramda bu sözü, bizə biraz adi gələ bilir. Amma o planlamanı elə səhərdən, o nizam-intizamı səhər erkəndən başlayanda, edəndə günümüz də beləcə səmərəli keçmiş olur. Qəşəng bir story paylaşmışam, daha sonra baxarsan Instagramda. Əlbət ki, günə gözəl başlamaq üçün onun yollarını axtarır insanlar. Pozitiv başlamaq üçün əhatə dairəmizdə kimlər olmalıdır? Ümumiyyətlə, uğurlu insanlar günə necə başlayırlar? O insanlar ki var, uğur qazanan həyatda, nə bilim, biznes sahəsində, istər-istəməz onların... O təcrübəni keçmiş insanlar. Bəli, onların təcrübəsinə hər zaman ehtiyac olur və onların yolunu getmək istəyənlər, bir biznes sahəsi ilə məşğul olmaq və yaxud bir sənət dünyasında böyük addımlarla daxil olmaq istəyənlər, uğurlu insanlar ki var bu sahələrdə, onların addımlarını izləmək mənə elə gəlir ki, ən doğru seçim olardı. Elə oxu rubrikamızda da bu dəfə uğurlu insanlar günə necə başlayır sualına cavab tapacağıq. Bugün sizə çox maraqlı bir kitab haqqında danışacağım. Kitabın adı Uğurlu İnsanlar Günə necə başlayır kitabıdır. Kitabda nədən bəhs olunur? Dünyanın bir çox ölkələrindən olan fərqli biznesmenlərin, iş adamlarının, müxtəlif idarəçilərin, şirkət rəhbərlərinin günlük rutinləri. Bu kitab qətiyyən sizə nəyisə təlqin etmir, mütləq sən də belə elə demir. O sadəcə günlük planın, günlük rejimin nə qədər əhəmiyyətli olduğunu bizə vurğulayır və bu kitabda həm qidalanma ilə bağlı, həm idmanla bağlı, həm səhər yuxusu ilə bağlı, ümumiyyətlə işləri planlama ilə bağlı, xüsusən də iş həyatı, aktiv iş həyatı olan insanlar üçün çox gözəl misallar var. Burada bir çox məşhur sosial şəbəkələrin Twitter kimi, Facebook kimi, Gmail kimi, Google kimi şirkətlərdə çalışan tanınmış şəxslərin həyat rejimindən tanış olacaqsınız və görəcəksiniz ki, oradan bizim götürə biləcəyimiz və öz həyatımıza tətbiq edə biləcəyimiz çox maraqlı məqamlar var. Bu kitabın iki müəllif var, Benjamin Spall və Michael Xander. Bunlar bu kitabı yazmaq üçün 300-dən çox insanla müsahibə aparıblar. Çox maraqlı, axıcı və öyrədici bir kitabdır. Düşünürəm ki, növbəti kitabınız, növbəti mütaliəniz bu olsa çox şey öyrənəcəksiniz. Hazırda isə Qızıl Fondu izləyəcəyik. Qızıl Fondda qorunub saxlanan nadir kadrları izləyəcəyik. Yollanırıq 60-cı illərə paytaxt məktəblərində buraxılış imtahanları. Necə reallaşırdı bu proses, onu izləmiş olacağıq. Yəni, müasir dövrümüzdə indi bir qədər qarışıqdır. Bir neçə imtahan verirsən, mən tam olaraq bilmirəm sistemi. Əvvəl, o deyir, bizim dövrümüzdə tamam başqa cür idi. İndi ötən əsrin 60-cı illərində maraqlıdır ki, necə olub bu proses, necə reallaşıb, aqaralı kadrlardan daha aydın görəcəyik. Məktəblərimizdə dərs ili qurtarmışdır.
Yaz yoxlama imtahanı günlərində uşaqlar açıq və təmiz havada dərslərini təkrar edirlər. Sovet məktəbliləri bir ildə oxuyub öyrəndiklərinə, əldə etdikləri biliklərə yegun vurur, vətən qarşısında, xalq qarşısında hesabat verirlər. nömrəli məktəbin 10-cu sinifində oxuyan əlaçılardan Fəridə Bayramova birinci olaraq lövhəyə çıxır. O, öz biliyinə arxayındır. Məktəbi qızıl medalla qurtarmağı qət etmiş Fəridə ilk imtahan günü həndəsədən 5 aldı. Şərqiyə Rıza Quliyeva da qızıl medal alacağına əmindir. İlim müvəffəqiyyətlə oxuyan Şərqiyə fizikadan da əla imtahan verdi. Bu qızların böyük arzuları vardır. Şərqiyə texnoloq olmaq niyyətindədir. Fəridə Bayramova isə teatr rejissor olmaq istəyir. Ölkəmizdə bütün saadət yolları xoşbəxt gəncliyin üzünə açıqdır. Bəli, elə 3 saatlıq efirimizin ərsəyə gəlməsi üçün böyük bir komanda çalışır. Elə komandamızla birlikdə də çalışdıq ki, bugün də sizə faydalı olaq. Ümid edirəm ki, missiyamızın öhdəsindən gələ bildik. Bugünlük sağollaşırıq sizlə, hörmətli tamaşaçılar. Sabah yenə səhər saat 7-də qarşınızda olacaq. Həqiqətən 3 saat o qədər sürətlə irəlilədi, getdi ki, fərqinə varmadıq. Amma bugün məhsuldar oldu mu oldu, faydalı oldu mu oldu. Kifayət qədər maraqlı mövzuları əhatə edən sujetlər hazırlayıb təqdim etdik sizə. Sabah da bu ənənəni davam etdirəcəyik. Qismət olsa eyni vaxtda, eyni məkanda qarşınızda olacaq. Sosial media hesablarımızdan da bizi izləyə bilərsiniz. Həftənin, günün ən maraqlı sujetlərini də Telesəhərin YouTube səhifəsinə abunə olmaqla izləmə imkanınız olar. Sabaha qədər deyirik, özünüzü qoruyun. Qismət olsa səhər görüşəcəyik. Sağ olun.